Herkese salamlar əziz dostlar. Bu gün Allahın öz yaratdığı cinlərinə birbaşa özünün əmri ilə tamamilə özbaşına bir şəkildə necə əzab etdiyini, bu arada bu dünyada olur bu, onları alçaltmaq, zəlil vəziyyətinə salmaq üçün necə qəddarca, zalimcə davrandığını ortaya qoyan 200 fərqli ayət haqqında danışacağıq və tənqid edəcəyik. Bu ayətlər də fərqli ziddiyyətlər, qəribə ziddiyyətlər, vəziyyətlər var. Bunlar haqqında da danışacağıq. Bəhs etdiyim ayətlər Səba surəsinin 12-ci, 13-cü və 14-cü ayətləridir. İlk öncə 12-ci ayətdən başlayaq. Burada belə deyilir: Səhər gedişi bir aylıq məsafə, axşam dönüşü də bir aylıq məsafə olan küləyi Süleymanın xidmətinə verdik. Baxın, hələ ayətin əvvəlidir, amma artıq problem görünür. Səhər gedişi bir ay, axşam dönüşü bir ay nə deməkdir? Biz burada nə başa düşməliyik? Bir tanrı niyə özünü adam kimi ağıllı, normal bir şəkildə ifadə edəcək cümlələr istifadə etmir də, belə qəribə, giz-gizi, nə dediyi anlaşılmayan ifadələr istifadə edir. Həqiqətən anlamaq mümkün deyil. İndi biz buradan səhər və axşam küləklərinin sadəcə Süleymanın xidmətinə verildiyini anlamalıyıq. Yoxsa səhər bir aylıq sürətlə, axşam da bir aylıq sürətlə əsən küləyimi anlamalıyıq? Və yaxud səhər bir aylıq yoldan gələn, axşam da bir aylıq yoldan gələn küləyimi anlamalıyıq? Yəni buradan heç bir şey anlaşılmaz. Tamamilə qapalı ifadələrdir. Açıq, dəqiq bir vəziyyət cümlə yoxdur. Ondan sonra da Quranda onlarla, yüzlərlə açıq-aydın ifadəsi var. Biz bu kitabı açıq-aydın indirdik ifadəsi keçir. Amma bunların heç birinin mənası yoxdur. Birisi də qalxıb bu ayətləri şərh edə də bilməz, çünki kafir var. Çünki Allah bir çox ayətdə kitabı ancaq biz açıqlayarıq, sadəcə mən açıqlayaram. Bu kitabı açıq-aydın indirdik, asanlaşdırdıq. Hər kəsin anlaması üçün asanlaşdırdıq, açıq-aydın etdik və s. buna bənzər ifadələr işlədilir. Ona görə birisi burada açıq-aydın ifadə yoxdur, mən buna belə şərh gətirim, edim deyərsə nə olar? Kafir olar. Onun üçün deyirik, Quranda ayətləri meal etmək, təfsir etmək bir kafirlikdir. Onun üçün də mealdir, təfsirdir, bunları boş verin. Oxusaz da oxumasaz da bir dəyişiklik olmayacaq. Onsuz da o meal edən, təfsir edən o müsəlman alimləri dediyiniz şəxslər hərəsi öz İslam anlayışına, İslam dünya görüşünə görə ayətləri təfsir edir, meal edir. Onun üçün də onları boş buraxın. Nisbi bir şeydir bu ayətləri meal etmək, təfsir etmək. Ona görə özünüz oxuyun, özünüz araşdırın, özünüz başa düşün. Öz ağlınızı başqalarına arendaya, kiraya verməyin. Özünüz oxuyub araşdırın. Yəni, başa düşmürsünüz bunları. Üstünə şərh də gətirə bilmərsiniz. O şəkildə anlamış kimi görünərək yolunuza davam edəcəksiniz. Yəni, bu istənilir. Davamında da belə deyilir: ərimiş mis mədənini də onun üçün sel kimi axıtdıq. Niyə sel kimi axıdırsınız? Bəlkə adam o selin altında qalıb birdən şəhid falan olsaydı, daha insancıl bir üsulla bu mis mədənini ona çatdırmağın yolu yox idi. Təbii ki, buna da ifadə deyərlər, deyim deyərlər, məcaz deyərlər, metafora deyərlər, orada məcazi mənada işlənilib deyərlər və s. buna bənzər şeylər deyib atıb tutarlar. Nə də olsa, bunlar üçün atıb tutmağın, əyib bükməyin, söhbəti fırlatmağın min cür yolu var. Hər nəsə, bunu da keçək. Mövzumuz bunlar deyil. Sonrasında cinlərin bir qismi Rəbbinin izni ilə onun hüzurunda çalışırdı. Əsas məsələ buradadır. Cinlərdən Rəbbin, yəni Allahın izni ilə, onun əmri ilə Süleymanın yanında, önündə çalışanlar, işləyənlər var imiş. Sonra da onlardan kim əmrimizdən çıxırdısa, alovlu odun əzabından ona datdırırdıq deyilir. Burada cinlərdən bizim əmrimizdən çıxanlar olarsa, onlara alovlu odun əzabına datdırarıq deyilir. Onsuz da əvvəldə cinlərin Allahın əmri ilə onun yanında, yəni Süleymanın yanında çalışdığından bəhs edilir. Sonra da Səba surəsinin 13-cü ayətinə baxaq. Burada belə deyilir: onun üçün istəyinə uyğun məbədlər, heykəllər, hovuzlara oxşar ləyənlər və yerindən tərpədilə bilməyən iri qazanlar
düzəldirdilər. Ey Davud ailəsi, Allaha şükür edin. Qullarımdan şükür edənlər azdır, deyilir. Nə dəxlisi var idi onun buna? Ayətin davamında ey Davud ailəsi, Allaha şükür edin. Yəni mənasız olub. Nəysə, bunu da keçək. Əsas məsələnin olduğu Səba surəsinin 14-cü ayətinə baxaq. Burada belə deyilir. Ölümünə hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu onlara göstərdi. O, Süleyman ölmüş vəziyyətdə yerə yıxıldıqda aydın oldu ki, əgər cinlər qeybi bilsəydilər, alçaldıcı əzabın içində qalmazdılar, deyilir. Baxın, əziz dostlar, burada cinlərin Süleymanın yanında çalışaraq artıq hansı şəraitdə necə çalışdırılırlarsa, alçaldıcı bir əzabın içində qaldıqlarından bəhs edilir. Bəs niyə bir tanrı öz yaratmış olduğu cinlərə bu tərz alçaldıcı bir əzabı layiq görür? Niyə onları birisinin yanında məcbur çalışdıraraq hansı ağır şəraitdə çalışırlarsa artıq, gör necə ağır şəraitdə çalışırlarsa, alçaldıcı bir vəziyyətdə qalaraq əzab görərək çalışırlar. Belə bir axmaqlıq ola bilər. Allah niyə yaratmış olduğu cinlərə əzab edir, onları alçaldır? Bu bir tanrının tanrılıq sifətlərinə uyğun ola bilərmi? Bir tanrı bu tərz qəddarca, zalimcə, qəribə hərəkətlər edə bilərmi? Bu birinci ziddiyyət. İkinci ziddiyyət də burada görürük ki, cinlər Allahın əmri ilə burada çalışdıqları iddia edildiyi halda Allahdan qorxmurlar, Süleymandan qorxurlar. Nə vaxt ki, Süleymanın öldüyünü görürlər, ondan sonra onun işlərindən, çalışmaqdan vaz keçirlər, imtina edirlər. Bəs nə oldu? Bunlar bəs Allahın əmri ilə çalışırdı. Bəs nə oldu? Bunlar Allahdan qorxurdu. Bəs nə oldu? Bunlar Allahın əmrinə qarşı gəldikləri zaman başlarına meteor, işıqlı daş göndərilirdi. Bəs niyə bunlar Allahdan deyil də Süleymandan qorxurlar? Süleyman Allahdan daha üstün varlıqdır. Burada da bir ziddiyyət var. Əgər bunlar Allahın əmrinə uymadıqları, qulaq asmadıqları zaman başlarına ateşli alovlu daş düşəcəksə, onda bunlar niyə Allahdan deyil də Süleymandan qorxurlar? Bu da ayətin ikinci ziddiyyəti, hətta üçüncü, dördüncü ziddiyyəti. Biraz əvvəl haqqında danışdığım səhər bir aylıq, axşam bir aylıq külək ifadəsi də istifadə olunan mənanın nə olduğunun da bəlli olmadığını bildirmişdik. Burada da bir ziddiyyət var. Yəni, əziz dostlar, ayətlər bu şəkildədir. Burada əsas üzərində durduğumuz mövzu Allahın tamamilə öz başına bir şəkildə cinləri öz əmri ilə Süleymanın yanında əzab görəcək və alçalacaq bir halda çalışmağa məcbur etməsidir. İkincisi, cinlərin Allahın əmri ilə deyil də, ondan qorxduqları üçün deyil də, Süleymandan qorxduqları üçün onun yanında çalışdıqlarını bildirən ziddiyyətdir. Bugün bu mövzu haqqında danışmaq istədim, əziz dostlar. Bu ayətləri də adam kimi oxuyun, sorğulayın, araşdırın və buradakı ziddiyyətlərdən də o yana Allahın necə zalım, qəddar davrana bildiyini görün. Bugün bu qədər dostlar. Əgər videonu bəyəndinizsə videonu paylaşın, videonu like edin və kanala abunə olun. Gələn görüşlərdə görüşənədək sağ olun, salamat qalın.